Respublikamızda dağ xizək sürmə turizm kompleksinin inkişafı üçün ölkə başçısının sərəncamı ilə və çox böyük bir dəstəyi ilə Arçko şirkətinə çox böyük bir etibar olunmuşdur. Demək olar ki, bu layihə həm də ilkə imza atacaq. 2027-ci ildə Respublikada keçiriləcək dünya çempionatı üçün çox böyük bir əhəmiyyəti var. Burada yaradılan qar süni aparatlar üçün bu gölün ən böyük əhəmiyyəti var. Fərz edin ki, əvvəl bir 10 il bundan qabaq bu göl 2000 metrə aşağıda başqa bir xarici şirkət tərəfindən vurulmuşdu və çox böyük bir zərərlə, çox böyük bir elektrik enerjisi sərfi ilə, məsrəfi ilə aşağıdan 2000 metrə yuxarıya su vurulurdu. Qar aparatları, süni aparatlara qar yaratmaq üçün Arçko şirkətinin töhfəsi ilə bu sistem dəyişildi. Fərz edin ki, indi dağın yuxarısından ən hündür nöqtəsindən demək olar ki, tikinti normalarına uyğun olaraq 2320 metrə hündürlükdə süni göl yaradılır. Deməli, bu süni göl 220 min kub metr həcmdə su götürür. Süni gölün üstünlüyü deməli buradan basınc aşağı, çox bir aşağı 6 barla su vurulacaq və çox böyük bir elektrik enerjisinə, çox böyük maliyyə vəsaitinə ekonomiya olunacaq, qənaət olunacaq. Bu göl əsasən 3 hissədən ibarətdir. Deməli, yamaz, göl, bir də bənd. Çünki bu göl süni olaraq yaradılır. Arxamda gördüyünüz yamaz, deməli, hər an sürüşmə ola bilər. Hər an, məsələn, dağdır. Adətən dağ zonalarında sürüşmələr baş verir. Sürüşmənin qarşısını almaq üçün arxada biz qabırğalar veririk. Bu yamacın dayanıqlığını təmin etmək üçündür. İkinci göldür arxada. Göl 220 min kubdan ibarətdir. Süni göldür. Gölün dərinliyi 15 metre 20 santimdir. Sahəsi 6 hektardır. Deməli, gölün bütün bu dayanıqlığı təmin olunur. Göl yüksək səviyyədə tikinti normalarına uyğun drenajları var. Membranla izolyasiya olunacaq. Su, yəni sızmanın qarşısı alınacaq. Üçüncü isə bu qarşımızda olan bənddir. Bu bənd özü 52 metre hündürlükdən ibarətdir. 3 hissədən, hissə isə layla kipləşib. Bu bəndin dayanıqlığı çox vacibdir və dayanıqlığı da təmin olunub. Bu bənd fərz edin ki, bu göldə olan suyu dayanıqlığını saxlayır. Hal-hazırda iş sahəmizdə 50-dən yuxarı texnika çalışır. 25 ədəd təqribən ekskavatordur. Çünki bu şaxələnib şirkət rəhbərliyinin diqqəti və qayğısı nəticəsində bütün texnikalar təzə 2022-ci ildən bu yana, çünki bunu nəzərə almaq lazımdır. Burada hava təzyiqi çox az olduğu üçün hər hansı bir burada texnika işləyə bilməz. Burada oksigen çox azdır. Qeyd eləmək istəyirəm ki, bu süni gölün qurğusunu işlək vəziyyətə gətirmək üçün 592 metr məsafə aralığında nasosxana qurulub. Bu nasosxana iyun ayının 27-si başlanıb və sentyabrın 27-si bitməlidir. Orada da 2 dənə 100 tonluq çənlərdir, 200 tonluq çəndir. Demək olar ki, bu gölün suyu, burada bir maraqlı bir bina var. Bu bina nə binasıdır? Bu hava gölün qışda donmaması üçün bu demək olar ki, ilkə imza atılıb şirkətimiz tərəfindən. Burada hava vurulur, gəlir gölün içini qışda hərəkətə salır ki, su donmasın. Çox belə maraqlı konstruksiyadır və içində əlavə olaraq drenajlardır. Bütün kommunikasiya xətləri bu binadan keçir, Bülbül binası adlandırılır. Bundan əlavə olaraq o qarşı tərəfdə tutqacımız var. Gələn sular filtrdən keçir. Çünki bu gölün özünün suyunun qidalanması təbiətdən götürülən su ilə demək olar ki, bütün bu dağdan gələn, yamacdan gələn sularla qidalanacaq. O qidalandırıcı sular tutqazda yığılır. Tutqazdan filtrdən keçir, təmiz narın su gölə daxil olacaq və göl öz şəffaflığı ilə demək olar ki, çox belə funksional bir göl yaradılacaq.